hal-hazırda qarşımızda TikTok platformasından tanıdığınız Sevər xanımdır. Salamlayırıq sizi. Salam, mən də sizi salamlayıram. Xoş gəlmisiniz. Əminəm ki, bu günləri səmimi cavablar alacağıq sizdən. İnşallah. Həyatınızda bir dönəm baş verdi ki, sosial platformaya gələndən sonra simanızda belə bir dəyişim oldu. Bu günləri sizin tanıtımınızın rolunda boyunuzun balaca olması sizə təkan verdi, yoxsa sosial platformada tez-tez təmasda olmağını siz bugünkü gündə təkan verdi ki, siz məşhur olasınız? Məncə boyum. Boyumun, düzdür, mən hündür boy olsaydım bir yerə kimi gələcəkdim, amma bu qədər yox ama. Boyunun balaca olması sənə ətrafdan ümumiyyətlə sarsıdıcı, belə deyək də, səni incidəcək yanaşmalarla gələnlər olurmu? Yox, hələ ki görməmişim. Düzdür, bəzən qarşılaşırsan, yəni gülürlər, eləyirlər, amma yəni hələ ki elə bir şeylərlə qarşılaşmamışam. Yəni bilirsiniz necə o, necə deyim, özüm də yəni icazə vermirəm kimsə mənə elə bir hərəkət eləsin. Bildiyim qədərilə ailə yükü sənin üzərindədir. Sevər qazancı ilə ailəsinə gözəl baxa bilirmi? Bəli, baxa bilirəm. Yəni əvvəlkinə baxanda şükür. TikTok platformasında tanınan Sevər artıq müğənni kimi də fəaliyyətə başlamaq istəyir və artıq bir neçə məkanlarda, hətta Mavi Dəniz restoranında belə çıxışlarınızı görürük. Necə yanaşırlar? Müğənni kimi görmək istəyirlərmi səni? Ən çox uşaqların mənə çox sevgisini görürəm. Çünki onların mənə olan sevgisi saf, necə deyim, onların gözündən mən daha fərqli görsənirəm və onlar mənə daha başqa yanaşırlar və siz də gördünüz, bəlkə gördünüz, fərqində varmışsınızsa, bayaq bir uşaq ağlayırdı. Onu da, o da bizdən gəlsin deyirdi. Amma əminəm ki, xanımlar da məni daha çox istəyirlər, fikir verirəm. Həyatında səni gücləndirəcək ən böyük çətinliyin nə olub? Geriyə qayıtmayacağım Sevər olub. Yəni heç vaxt geriyə qayıtmaq istəməmişəm. Bu günləri sosial platforma üzərindən daha çox tanınırsan. Bugün sosial platformalar bağlanarsa, Sevər başqa hansı işin qulpundan yapışaraq yenə də ailə yükünü çəkəcək? Məncə çətin olacaq, amma çox çətin olacaq mənim üçün bilirəm. Mənim tək qorxduğum bir şey var, o da mənim bəzi şəxsi problemlərim var. Onları məsələn izləyicilərim yarısını bilir, yarısını bilmir məsələn. Uşaqlıqda elə bir arzun olubmu ki, bu günləri onu həyata keçirtmirsən və yaxud da keçirtməyə çalışırsan? Uşaqlıqda